Salam herkese, mən Fəxri Əsadov və yeni videomuza xoş gəldiniz millət. Bu günləri çoxdandır sedan çəkmirdik və tam yeni Geely Galaxy L6-ını çəkirik. Çünki bu avtomobil mənim gözümdə tam bir Matrix'dir. Millət, videomuzun əvvəlində Matrix söhbət elədim. Niyə görə? Açıqlamasını verim. Əlimdə gördüyünüz kimi qara və ağ rəngdə pult var və həm də diqqətlə baxanda bu Geely'nin yeni logosudur. Bu loqonu biz avtomobilimizin üzərində də görə bilirik. Ona görə də bu açarlar, misal üçün, fərqli olmağı ilk növbədə mənim nəzərimə çatdı. Bilirsiniz ki, açar xoşlayan adamam. Və misal üçün, indi gündəlik sürəndə qaranı istifadə edə bilərsiniz. Həftə sonu toya bayrama gedəndə ağı istifadə edə bilərsiniz və yaxud da ki, əksinə. Nəysə, bunların ikisini də qoyuruq cibimizə. Çünki ən əsas məsələ bizim yanımızdadır. İlk növbədə istəyirəm öz fikrimlə biraz başlayayım məsələyə ki, mənə neçə ildir çatmayan, tam da anlamadığım bir şey var. Çin brendləri niyə görə əsasən SUV, crossover modellərinə üstünlük verirlər? Düzdür, bilirəm əslində səbəblərin ki, daha çox rəğbət qazanır, daha rahatdır, həm şəhərdə, həm şəhərdən kənarda avtomobili idarə etmək daha rahatdır, amma mən bir sedan sevər olaraq sevindim ki, bu günləri ölkəmizə yeni gəlmiş Geely'nin Galaxy L6 modelini bu günlər çəkiriksə göstərib və İlklər bizdə olur qardaşım. Nəyə görə edirəm? Çünki haradasa artıq 8 ildir biz avtomobil incələmələri çəkibsə təqdim edirik. Amma bugün çəkdiyimiz avtomobil tam şarjla mı desək, tam çənlə mi desək, ən uzun məsafəyə gedən bir avtomobildir. Çünki avtomobilimiz tam şarjdan hər şey full olanda 1307 kilometr, yəni kitabında yazılıb ki, gedir 1000-dən yuxarı olmağı artıq mənim qəlbimi fəth etdi sözün əsl mənasında. Avtomobilimizin ilk növbədə bayaq dediyim kimi sedan olmağa çox xoşuma gəldi. Çünki biz Geely'də sedan yadıma gəldiyi qədər ancaq M-Grand modelini görmüşdük və M-Grand modeli atmosfernik mühərriklə olduğu üçün mən biraz performans falan xoşlayıram. O qədər də mənim rəğbətimi cəlb etməmişdi. Amma bu avtomobil ciddi deyirəm 4 dörtlük bir avtomobildir və qiymətini də sizə istəyirəm qeyd edeyim ki, yuvarlaqlaşdırsam 40 min manatdır. Yəni 40 min manata belə bir avtomobil əldə edə bilərsiniz. İstəyirəm gəlin birinci dizayn hissəsinə keçək, görək avtomobilimizin qabağında nə var, nə yox. İlk növbədə Geely'nin yeni logosunu görürük ön hissəmizdə. Qəşəngdir, mən xoşlayıram, minimalistik yanaşıblar və bundan savayı ön hissədə olan düz xət, belə desəm, LED barı var orta hissədə. Bu, biraz desəm, Li avtomobillərinə oxşatdım, belə ilk baxışdan belə baxanda. Amma avtomobilimizin işıqlandırılması Geely tərəfindən, bax, burada da yazı olaraq görə bilərsiniz ki, Intelligent LED olaraq adlandırılıb. Maraqlıdır və belə deyim, həmin Matrix faralar söhbətində burada görə bilirəm. Çox maraqlı bir dizayndadır. Avtomobilimizin ön hissəsində nə xoşuma gəlir ki, çox da iri radiator barmaqlıqları falan yoxdur. Yəni, incə bir dənə hissə ayırıblar ki, avtomobilimizin düz kapotunun altında olan 1.5 litr həcmində mühərrikimiz havalana bilsin. Gəlin kapotu açaq. Kapotumuzun altında 1.5 litr həcmində turbo şarjlı bir mühərrikimiz var. Və deməyi unutdum əslində, başım qarışdı avtomobilimizin range'inə, yəni gediş məsafəsinə heç demədim ki, avtomobilimiz təbii ki, plug-in hibriddir. Çünki bu kilometrajlara təbii ki, bir hibridin köməyi ilə biz çata bilirik. Amma daxili yanma mühərrikinin olması məni çox sevindirir. Mən, qardaş, xoşlayıram da nəsə olsun. Benzinli, dizelli bir şeylər olsun. Düzdür, təbii ki, benzin olmağı da məsləhətdir, mənim fikrimcə belə desəm. Və burada M4-ün intercoolerına oxşur ha bu. Maraqlı söhbətdir. Maraqlı. 1.5 litr həcmində turbo şarjlı mühərrikimiz var. Mühərrikxana haqqında çox məlumat vermək istəmirəm. Mühərrikdir, hava filtridir, nə bilim, avtomobilimizin beyni falan buradadır. Amma onu deyə bilərəm ki, avtomobilimiz neçə at gücündə olduğundan xəbərimiz yoxdur. Bu gördüyünüz şəhər içi sedan 307 at gücündədir. Zarafat deyil. Avtomobilimizin yan tərəfdən baxası olsaq, məncə ölçülər kifayət qədər genişdir. Çünki arxa hissədə bizim geniş bagaj həcmimiz var. Onu birazdan göstərəcəm. Amma yan tərəfdə nə mənə maraqlı gəldi desəniz, 18'lik standart disklərimiz var. Amma dizayn olaraq bir fərqlilik var. O da bizim qapı tutacaqlarımızdır. Düzdür, ilk növbədə biz bunları görürdük, necə desəm sizə,
Lamborghini-də görmüşük, Nissan GT-R-da görmüşük. Yəni buna bənzər qapı qolları. Artıq gördüyünüz kimi vaxt, vəziyyət elə bir yerə gəlib çatıb ki, biz standart şəhər avtomobilində də bu qapı qollarını görə bilirik. Bu formada çəkib açıb bağlaya bilirik. Məncə maraqlı bir nüansdır, fərqli bir yanaşmadır. Okeydir. Qaldı ki, üst hissədən də bizim bir dənə xrom iri detalımız gedir. Amma avtomobilimizin interyeri belə istədiyim ki, yarı sportkara da biraz oxşuyur. Çünki Alcantara işləmələri var. Düzdür, onun interyeri danışanda sizə izah eləyəcəm. Amma dam hissəni demədən keçə bilməzdim. Çünki avtomobilimizin damı tamamilə, yəni ucdan uca, başdan axıra kimi şüşədir. Bu da bizə avtomobilin içində səyahət edən zaman çox belə deyim, rahatçılıq, fresh hissi verir ki, başımın üstə həmişə açıqdır, belə çox gözəl bir görüntü var. İnşallah avtomobilimizi idarə edən zaman onu da sizə göstərmiş olacağım. İndi keçək arxa tərəfə. Arxa tərəfdə açığı desəm bu LED optikanı görməyə artıq öyrəşmişik. Bizim necə deyərlər, Coolray-imizdə də aşağı-yuxarı eyni söhbətdir. Amma təbii ki, L6-da bunu görməkdə ayrıca bir gözəllik qatır avtomobilimizə. Nə bilim, bu avtomobilə mən nəsə çox isinişdim. Yəni, arxa bagajımız tamamilə avtomatikləşdirilmişdir. Bagaj həcmimiz çox genişdir. Yəni, rahat kalyaska falan qoya bilərsiniz. Kalyaska, bir dənə valiz falan da yerləşər. Yəni, məncə əsl şəhər avtomobilinin elə bagaj həcmi böyük olmalıdır. Və avtomobilimiz plug-in hibrid olduğu üçün şarj aləti də gördüyünüz kimi pakovka, salafan öz üzərinə gəlir. Yəni, siz də L6 əldə eləyəndə birdən yəni, şarj alətinə falan diqqət yetirin, üstündə gəlir maşının. Və bundan savayı burada bir çoxlarının sevimlisi bizim millət xoşlayır. Görürsünüz, Geely'nin yəni özü, zavod, istehsalçı tərəfindən, amma yəni qarmoşka falan deyil, biləsiniz. Qara mat rəngdə belə bir pərdə var və bu set formasındadır. Yəni set formasında da dediyim, yəni bu formadadır. Bu nə üçün deyə soruşsanız, şəhər avtomobildir axı. İndi düşünün ki, şəhərdə misal üçün da indi atıram. Gəlmisiniz, uzaq yoldan gəlmisiniz. Kimisə gözləməlisiniz, 3 saat haradasa maşını saxlayıb içində gözləməlisiniz və dəhşət də yorğunsuz, yuxuvuz gəlir, misal üçün. Park şəraitində pərdələri taxdın, heç kim səni görmür, qaranlıq oldu, qəşəng dincəlirsən özün üçün və dincəlməyə də avtomobil içində hər cürə şərait var. Çünki masaj falan, oturacaqların rahatlığı falan, danışacağım, içi ayrıca bir dünyadır. Amma istəyirəm bagajı bitirək, sonra keçək başqa hissələrə. Alt hissədə də belə desəm sizə bir bölməmiz var, əlavə yük yeri olaraq. Başqa da belə bir şey yoxdur. Ehtiyat təkərimiz yoxdur. Və istədiyim hibrid avtomobillərdə ehtiyat təkər gəldiyini də görməmişəm. M4-də də yoxdur. Nəysə, yenə öz dərdlərimdən sizi boğmayım. Bagajımızı məncə bağlaya bilərik və keçək, hazırsınızsa sizi aparıram kosmosa. Getdik. Galaxy L6-nın interyerində əyləşmişik. İlk növbədə avtomobilə əyləşəndə sizə belə desəm, start-stop knopkası axtardım ki, bu maşını necə işə sala bilərik. Sən demə, sadəcə əyləci basdıqda artıq sizin avtomobiliniz. Gördünüz? Memory hissəsi də necə lazımdır işləyir. Çünki mən bundan əvvəl avtomobilimi, çox üzr istəyirəm, oturacaqları özümə uyğun formada save eləmişdim. İndi gördüyünüz kimi avtomobili idarə etməyə başlayan kimi biz artıq həmin yaddaşda oturacaqlardan istifadə etmiş olduq, belə desəm sizə. Amma avtomobili indi idarə edirik, yolumuz biraz, belə deyim də biraz qarmoşqalıdır bu formada, amma onunla belə rahat bir şəkildə idarə edə bilirik. Düzdür, Monjaro'nun yumuşaqlığını biz bu avtomobildə görməyə bilərik, çünki eyni segment avtomobil belə deyil. Amma belə əladır. İstəyirəm avtomobili gözdə elə buralarda saxlayayım, sizə biraz interyer haqqında məlumat verim. Elə başlayan kimi sürməyə başladım. Çünki bayaqdan avtomobili ora-bura sürürəm, həqiqətən həzz alıram, bax, belə desəm. Toya qoyduq. İndi məncə artıq deməyə heç ehtiyac yoxdur. Videomuzun əvvəlində sizə qeyd etmişdim ki, avtomobilimizin damı tamamilə şüşədir. Bu şüşəni biz bu hissədən də məncə bu hissələri falan siz artıq görürsünüz, kameraya düşüb. Amma interyerdə nə xoşuma gəldi?
Düzdür, yeni avtomobillərdə artıq bu trenddir, belə deyim, bir tablet kimi bir şey yerləşdirirlər. Amma bu avtomobilin salonundan mən bunu yaraşdırdım, çünki əlavə başqa heç bir şey yoxdur. Var əslində, amma yəni hər yerdə knopka falan yoxdur. Bir dənə nə istəyərdim? Klimat kontrol ayrıca, yəni monitorda deyil də ayrıca bir düymə kimi olsun. Bu da belə desəm mənim öz şəxsi istəyimdir. Amma hər şeyi monitorda idarə etsək belə monitor özü çox xoşuma gəldi. Misal üçün millət, bir də bunun axıcılığına baxın siz. Misal üçün light, sound, car assistant, car key, hər şey buradadır və avtomobilimizdə ambiyans işığımız var, 256 rəngli RGB belə desək və bundan savayı, misal üçün deyirdim sizə şəhər avtomobilidir falan. Düzdür, bizim ölkədə çox da istifadə olunmasa da towing mod var. Yəni siz bu avtomobilə istəsəniz pricep bağlayıb başqa bir avtomobil mi deyim, əlavə yük mü deyim, çəkə bilərsiniz, darta bilərsiniz. Elə bir modumuz da burada var və hər bir şey tabletdədir. Ümumiyyətlə desəm avtomobildə movie mod var. Misal üçün basırsınız və sizin oturacaqlar artıq rahat bir formaya keçir. Masajımız var. Masaj çox qəşəngdir. Düzdür, masajı çox təəssüflər olsun ki, sizə tamamilə çatdıra bilmirik necə olur, amma var. Bu modlar hamısı var. İnteryerin istəyirəm biraz keyfiyyətindən, materialından sizə biraz danışım. Mənim çox xoşuma gələn, çox sevdiyim bəzi nüanslardan biri Alcantaradan bol-bol istifadə ediblər bu avtomobildə. Çünki bizim qol qoyan hissəmiz, oturacaqlarımızın ortası falan Alcantaradır və kənarları dəridəndir. Kənarların dərdən olmağı superdir. Çünki hamısı Alcantaradan olsaydı, Alcantara elə bir materialdır ki, sizə bu yanlarda tez istifadə etməkdən tez bir zamanda aşınma ola bilər. Ona görə də Geely'də bunu nəzərə alıblar ki, ortalar Alcantaradır. Dirsək altı Alcantaradır. Bundan savayı, baxın, misal üçün, qapı üzlüyündə olan bizim qolumuzu qoyduğumuz yer dəridəndir. Amma qapı üzlüyünün özünün yarı hissəsi Alcantaradandır. Onun da üzərində karbon işləmələr var. Düzdür, bu videoda biraz spoiler vermiş olacağım. Amma bu karbon işləmələr çoxdandır mənim beynimdədir. İstəyirəm öz Coolray'imdə də bəlkə belə bir yüngül karbonlu addımlar ataq. Yəni, hələ ki gedib gəlirəm, fikirləşirəm. Bundan savayı artıq Geely yeni logosunu artıq mən sizə göstərdim. Eyni loqonu biz sükanın ortasında da görürəm. Bu loqo mənim daha çox xoşuma gəlir. Yəni, əvvəlkinə nisbətən. Yəni, biraz forması dəyişib, düzdür. Amma bu daha belə də minimalistik yanaşmadır deyə düşünürəm. Sükanın ümumi quruluşu əladır, rahatdır və ən əsas məsələ, bəzi Çin avtomobilləri çəkəndə onu biz hiss edirik. Sükan avtomobilin özünə uyğun olmur. Bir başqa avtomobildən götürüb qoymuşsan. Biraz böyük ola bilər və yaxud da ki, böyük bir avtomobildə biraz kiçik sükan ola bilər. Məncə, burada ölçü çox yaxşıdır, çox rahatdır. Hətta sizə desəm, sükanın belə olmağı və bu transmisiyanın PRND bu məsələ, yəni PPS deyirlər buna. PPS-in burada olmağı mənə biraz Mercedes-i də xatırlatdı, aşağı-yuxarı belə desəm. Bundan savayı deyərsən ki, fəxri, okey, sən də özünə uyğun olan şeyləri deyirsən ki, bu xoşuma gəldi, bu xoşuma gəlmədi. Bu avtomobildə başqa nəyimiz var desəniz, tabletlə gəldiniz aşağı, tən ortada bizim burada böyük bir bölməmiz var. Sizə deyim ki, kiçik qadın çantası belə bura yerləşər, o böyüklükdədir. Deyirsiniz ki, bu boyda yer lazım deyil. Bundan sonra 2 dənə stakan yeri olardı deyirsinizsə, Geely bunu da düşünüb. Alt hissədə bir bölmə var, basırsınız və sizin artıq 2 ədəd stəkan yeriniz və bundan savayı da bir pul qabı qoymağa və yaxud qəpik, nə bilim, konfet falan qoymağa da burada əlavə bir bölməniz yaranır. Bu bölməni də dedik, amma dirsək altımız da boş deyil. Bu hissədə isə bizim bura maraqlıdır ya millət. Və çoxdandır Çin avtomobillərində, yeni Çin avtomobillərində görmədiyim və bunu bildirdiyim bir şeyi artıq L6-da yerləşdiriblər. Çünki bizim burada bir ədəd Type-C, şükürlər olsun ki, Type-C ilə artıq gəlir bunlar. Bir ədəd Type-C, onun yanında USB, yəni istəyirsən Type-C, istəyirsən USB. Onun da yanında hətta 12 voltluq standart bizim belə bir girişimiz də var. Onun da üst hissəsində telefonumuzu simsiz formada şarja qoymaq üçün bir bölməmiz də təbii ki var. Belə, avtomobilimiz videonun əvvəlində millət 1307 kilometr deyirəm, üzrlü sayın 1370 kilometrdə avtomobilimizin full range'i. Düzdür, indi bunu mən yoxlamamışam. Tam şarjla, tam belə deyim, dolu bakla və tam elektroşarjla sürməmişəm deyə 1370-i təsdiqləyə bilmirəm. Amma düşünürəm, mənim indi sürməyimlə, biraz nə bilim, probkada qalmağından, biraz ani
diviziyeniyaları, belə deyim, hərəkətlər eləməklə yəqin ki, minüstü hara fırlatsan 1100, 1200 məncə bu avtomobil gedər. Məncə çox danışdım, biraz da hərəkət edəyik. İstəyirəm biraz avtomobilimizin yanacaq sərfiyyatı haqqında da məlumat verim. Siz avtomobilinizi tam şarjda, əsasən belə deyim, elektrikdən istifadə etməklə sürsəniz, biraz gülməli rəqəmdir, amma 1.13 litrdir. Yəni 2 litr deyil, yəni litr yarım belə deyil. Gözlə, buradan bir dənə mən yol tapım. Rahat deyə. Masajı da qoşmuşam, indi sizə palit eləmirəm, düzdür. Masajı da qoşmuşam, qəşəng. Masaj oluna avtomobil idarə edirəm, çox gözəl bir hissdir. Heyf, bizim Coolray'də də kaş olardı. Beləncə şeylərlə mənim fikrimi yayındırırsınız, bərk. Ya, Coolray'i mən şey eləmərəm, heç vaxt. Əzmərəm belə desəm, çünki sağ olsun çox mənim əlimdən tutur və bagaj həcmi. Nəysə, Coolray videosu çəkmişik, girib baxarsınız. Bugün sizə L6-nı göstərirəm. İstəyirsiniz biraz sürətlənə də bilərik. Düzdür, burada çox sürətli sürməyəcək, amma pis odur ki, yoxdur. Bu hibrid texnologiyasını tapdılar, qardaş. Nəyə yerləşdirirlər, avtomobil çox qəşəng sürətlənir. Yəni, Emgrand neçə il əvvəl çəkmişdik. Yeni Emgrandı çəkməmişdik, qısaca onu da deyim. Birinci nəsil Emgrandı çəkmişdik. Gedirdi, valla, yəni şəhər üçün super avtomobil idi, amma bu həzzə orada yaşaya bilmirdi. Ona görə Emgrand tam da mənim kriteriyalarıma uyğun gəlmirdi, beləncə desəm. Atmosfernik 100 neçə at gücündə bir mühərrikdir, amma 100 neçə hara? 307 hara. Yəni, yenə də deyirəm, bu avtomobilə bir baxın, ciddi deyirəm, uduzmazsınız. Həm sakitdir, həm hibriddir, ekonomdur, hər şey var. Və içəridə də ciddi deyirəm, yəni genişlik, fərahlıq falan öz yerində. Arxa hissədə də arxa oturacaqlarımız da təbii ki, yarı Alcantara, yarı dəridir və orta hissədə də bizim barımız var ki, 2 ədəd həm dirsək altı kimi, həm də 2 ədəd stəkan qoya biləsiniz. Bundan başqa, deyəcəksən ki, Fəxri, bu maşında onu belə danışırsan. Bəli, danışıram, çünki bunu məncə göstərməliyəm. Geely təzə belə bir trend eləyib. Biz bunu yeni Moncaro'da da görmüşdük. Günəşli idi, amma həm də sizə plyonka effekti verir. Normalda günəşlik böyük həcmdə olur. Siz istərsiniz bunu endirəndə siz tam görməyə bilirsiniz. Qabağınızı tutur, ona görə biraz belə eləyirsiniz, belə eləyirsiniz. Amma bu, belə desəm, bir növ eynə effekti verir. Yarı hissəsi transparent olduğu üçün bir eynə effekti verir. Ona görə bu hissədə də, yəni bu formada da tutub rahat günəş sizə üzdən vursa belə rahat yolunuza davam edə bilərsiniz. Təbii ki, onun da üzərində bizim güzgümüz var və işığı var. Amma damı çox xoşuma gəldi. Çünki mən bu tip avtomobillərdə bu nüanslara çox fikir verirəm. Çünki siz bu avtomobili adətən alacaqsınız və şəhər içi istifadə edəcəksiniz. Şəhər içi də sıxılmayasınız deyə, avtomobilin içində çox vaxt keçirəndə darıxmayasınız deyə belə bir, məncə, daha rahat hiss edirsiniz özümü. Mən özümü daha fresh hiss edirəm, yalan deməyim. Siz 7-dəki buradan, əlim burada düzdür, biraz transmisiya axtarırdı, amma transmisiya qolu bizim sükanın yan tərəfindədir. Onu da qeyd edeyim ki, adətən hibrid texnologiyalı avtomobillərdə bizim transmisiyamız bir pilləli olur, amma bizim avtomobilimizdə 3 pilləli transmisiyadan istifadə olunur. Bildiyiniz Galaxy-də, nəyə görə Galaxy deyirəm? Çünki, nə sakitçilik? Sürəndə bax. Ambiyans səsi kimi bir səs gəlir və bunu çox maraqlı düşünüblər. Yəni, onu dəqiq deyə bilərəm. Adamın ruhu sakitləşir. Düzdür, bu günlərdə qəşəng bir havada çəkirik, yəni günəş də buradan vurur. Bildiyimiz romantika. Pozum romantikanı. Yəni, getdiyimiz kimi də dayanırıq. Sağsan qardaşım. Çox qəşəng maşındır. Belə millət, bu da sizlər üçün tam yeni Geely Galaxy L6 plug-in hibrid.
Zəhmət olmasa videomuzu bəyənməyi, kanalımıza abunə olmağı da unutmayın. Özünüzə yaxşı baxın. Sağ olun. Salamat qalın. Unutmadan onu da qeyd edeyim ki, çəkilişə yaratdığı şəraitə görə Sibrizə də ayrıca təşəkkür edirik. Sağ olun.